Uşaqlarda hidroseli, xayaya suyun yığılması valideynlər çox narahat edir. Hər gün bu tip xəstələr yanımıza müraciət edir. Hətta erkən dövrdə çox həyəcanlanmış əməliyyat lazımdırmı? Bu sualın cavabı: nə zaman hidroseli, yəni xaya maye yığılması əməliyyat olunur? Bu ana bətnində yaranan bir prosesdir. Qasıq kanalı ilə xaya arasında pərdə, periton yataq çıxıntısının geriyə çəkilməməsi nəticəsində yaranır və bu tədricən 2 yaşına qədər öz-özünü bərpa edib gedir. Yəni həmin maye 2 yaşa qədər geriyə sovrulub çəkilə bilir. Əgər 2 yaşına qədər çəkilməzsə, artıq 2 yaşından sonra cərrahi müdaxilə tövsiyə olunur. Bəs erkən dövrdə nə zaman cərrahi müdaxilə tələb edə bilər? Valideynlər diqqətli qulaq assınlar. Əgər həmin maye xayada artarsa və o xayanın qan dövranını pozarsa, bunu da ultrasəs müayinəsində, Doppler müayinədə bilinir və getdikcə böyüməyə, hansısa bir iltihabi proses baş verərsə, o zaman cərrahi müdaxilə erkən dövrdə aparılır və bu hallarda çox nadir hallarda olur. Yəni hər 1000 xəstənin birində baş verir və yaxud baş vermir. Valideynlər diqqətli olsunlar. Erkən dövrdə cərrahi müdaxilə hidroseli çox nadir halda tələb olunur. Təşəkkür edirik.